Qrupu belə, növbəti qrupumuz noyabr ayında başlamışdı. Rus sektoru üçün başlamışdı o qrup. Keçən il biz bu işdən, yəni ki, hardasa mən onlayn sınaqlarına 3 ilə yaxındır məşğulam da. Keçən ildə Rus bölməsinin müəllimləri Azərbaycan bölməsində idilər. Onlardan bir neçəsi xahiş eləmişdi ki, bəs bunu Rus bölməsi üçün eləmək olarmı? Bu, yəni tipdən şeyləri. Çünki bəyənmişdilər onlar Azərbaycan sektorunda olanda. Rus bölməsi üçün də testin tapılması çətin bir şeydir. Yəni yaxşı testlər tapa bilmirlər, MİQA sertifikasiyaya uyğun testlər. Ona görə də bu il onu da elədik. Hardaysa 60-a yaxın qatılan olmuşdu. İndi də təqribən 50 civarında müəllimlə davam edirik. Yəni bu videonu çəkən dekabrın 27-si çəkirəm bu videonu. Noyabrın 10-da təxminən başlamışdıq. 50 civarında müəllimlə davam edirik hal-hazırda. Onun da deməli linkini, şəklini daha doğrusu qoyacağam ki, yəni görəsiniz ki, Rus bölməsi üçün qrupumuz var. Orada təlimçi müəllimin də şəklini əlavə edirəm. Sadiq müəllimdir o. Sınaqların Azərbaycan sektorundan tərcüməsini həyata keçirir. Eyni zamanda Google Forms'dan o deməli o sınaqları hazırlayır, onlara təqdim edir. Bundan başqa daha sonra onların video izahını, eyni zamanda da WhatsApp qrupunu açaraq onların yenə də sualı qalan varsa onları da soruşur. Yəni bu formada kömək edir. Bunun avantajı nədir müəllimlər üçün? Müəllimlər hər hansı bir proqramdan irəliləməyi öyrənirlər. Yəni bilirlər ki, əvvəlcədən müəyyən olmuş qrafik var və ona uyğun hazırlaşmaq lazımdır. Bu da vaxtı olmayan müəllimlərə çox sərf eləyir. İndi ona qrafiklər haqqında məlumat verəcəm.